Yeri gəlmişkən Ağ Evin Hörmüz boğazında ticarət gəmilərinin mühafizəsi üzrə mümkün beynəlxalq missiya ilə bağlı çağırışına Avropadan reaksiyalar artıq gəlməyə başlayıb. Almaniyanın rəsmilər bu barədə açıqlamalar veriblər. Berlində təklif olunan koalisiya barədə nə düşünürlər? Bu barədə Almaniya üzrə xüsusi müxbirimiz Günay Məmmədovadan son məlumatlar öyrənməyə çalışacağıq. Günay, hər vaxtınız xeyir. Hörmüz boğazında təhlükəsizliyin təmini ilə bağlı Almaniyadan hansı açıqlamalar var? Buyurun, söz sizdədir. Bəli, Yaxın Şərqdə martın əvvəlindən etibarən yaranmış vəziyyət fonunda Hörmüz boğazı beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Bu strateji dəniz yolu dünya enerji təchizatı üçün xüsusi əhəmiyyət daşıyır. Elə bu kontekstdə Amerika prezidenti Donald Trump'ın Hörmüz boğazında təhlükəsizlik gəmiçiliyinin təmin olunması üçün Avropa müttəfiqlərinə daha fəal rol oynamağı tövsiyəsinə Avropadan reaksiyalar özünü çox gözlətmədi. Bu çağırışa cavab olaraq Almaniyanın Müdafiə naziri Boris Pistorius bildirir ki, Berlin bu münaqişəni öz müharibəsi hesab eləmir və əsas diqqəti diplomatik həll yollarına yönəldir. Onun sözlərinə görə regiona əlavə hərbi gəmilərin göndərilməsi deməli vəziyyətin həllinə kömək etməyə bilər. Eyni zamanda Almaniyanın Xarici İşlər naziri Johann Wadefull da NATO'nun mümkün rolu ilə bağlı mövqeyini açıqladı. O bildirdi ki, hazırda alyansın Hörmüz boğazında mümkün blokada məsələsinin həllində birbaşa rolu yoxdur və bu istiqamətdə hər hansı qərar qəbul edilməyib. Yer gəlmişkən, Alman gəmiləri sahiblərinin birliyi isə hökumətin mövqeyini sərt tənqid eləyir. Onlar bildirirlər ki, Almaniya ilə əlaqəli 40-dan çox gəmi zərər görüb və hakimiyyət onları taleyin ümidinə buraxmamalıdır. Almaniyanın təhlükəsizlik dilemması isə budur. Berlinin hərbi güc tətbiqindən imtina etməsi təkcə pasifizm deyil, həm də regional oyuncularla diplomatik manevr imkanlarını qoruyub saxlamaq cəhdidir. Lakin yerli gəmi sahiblərinin kəskin tənqidləri Merz hökumətini çətin vəziyyətə salır. Ölkənin iqtisadi maraqları hazırda Almaniyanın tək başına təmin edə bilmədiyi bir deməli müdafiəni tələb edir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Günay, təşəkkür edirəm sizə çatdırdığınız.